Bax elə dayandığımız bu yerdə dostları ilə oturub və baş ağrısından şikayət edib. Təxminən bir neçə dəqiqədən sonra isə eşqi Rüstəmovun infarktdan dünyasını dəyişdiyi bildirilir. Ana həmyaşıdları onun partlayışdan həyəcan keçirdiyini iddia edirlər. Ürəyi əvvəlcədən xəstəymiş onun. Əvvəlcədən deyilən aşağı. Axça tərəfdə bunun yanında bir dənə partlayan atıb. Ürəyi də dişsinir. Onun ürəyində ufaqlıqdan problem var, həmişə elə tez-tez olurdu da. Yəni yenə elə oldu, dedik düzələcəkdi. Həmişə verdiyimiz dərmandan getdik aldık. Düzəldi, üzünü zadını yuduq. Keçəndən sonra təzədən ürəyi tutdu. Ondan sonra skoru çağırdı. Sonra zadı getdi, dərman verdilər, iynə vurdular. Dedilər ayılacaq. Birinci skoru elə buraxdı onu mənim üstümə getdi. İkinci skoru gələndə uje çox pisləşmişdi. Mindirdilər skoruya ki, aparsınlar xəstəxanaya. Uje ürəyi dayanmışdı. Futbolçudur özü, siqaret və yaxud başqa bir şey heç istifadə eləmirdi. Evin tək oğlu olan eşqinin özündən başqa bir bacısı da var. Ürəyində dedilər ki, tromb var imiş.